Hörmətli Xəqani müəllim, hörmətli tədbir iştirakçıları. Afiyət zamanı şəhid olmuş Göyüşov Qurban Ramazanoğlunun vida mərasiminə toplaşmışıq. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin, həmçinin şəhidimiz Göyüşov Qurban Ramazanoğlunun əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Değerli tədbir iştirakçıları, hörmətli şəhid ailələri, uzun illər erməni düşmənlərinə sinə gələn qəhrəman adamlar. Bu günləri biz növbəti şəhidimizlə vida mərasiminə toplaşmışıq. Nəzərinizə çatdırıram ki, Göyüşov Qurban Ramazanoğlu 12 mart 1992-ci ildə erməni faşistlərinin Ağdərə rayonunun Baş-Güney Pəyə kəndinə düşməncəsinə hücumu nəticəsində qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Bildirmək istəyirəm ki, məhz o cür qəhrəman övladların layiqli davamçıları, qohum qardaşları, digər 1-ci Qarabağ müharibəsinin şəhidlərinin övladları və qohum əqrəbələri yüksək vətənpərvərlik ruhunda böyüyərək Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək 44 günlük vətən müharibəsi zamanı Ermənistan işğalçı qüvvələrini diz çöktürərək kapitulyasiya aktına qol çəkdirmişdilər. Məhz 44 günlük vətən müharibəsindən sonra və 2023-cü ildə bir günlük antiterror əməliyyatından sonra bütün Dağlıq Qarabağdan, o cümlədən Ağdərənin Baş-Güney Pəyə kərdindən ermənilərin tir töküntüləri tamamilə yığışdırılaraq Ermənistana qovalanmışdılar və sərhədlərimiz tam bərpa edilmiş
suverenliğimiz, müstakilliğimiz bərpa edilmiştir. Məhz antiterror əməliyyatından sonra Ağdərə rayonuna qayıdan cəmaatımız və ordumuz, o cümlədən şəhidimizin yaxınları tərəfindən şəhidimiz rəhmətə getdiyi öz kəndlərində, Başgülöypəyə kəndində axtarış işləri aparılmış və şəhid olduğu, qəhrəmancasına şəhid olduğu ağacın dibindəcə öz uniformasında qalıqları tapılmışdır. Adiyyəti qurumlar tərəfindən aparılmış yoxlamalar nəticəsində məlum olmuş və kimliyi müəyyənləşdirilərək ailəsinə təhvil verilmişdir. Bu günləri bütün Ağdamlılar digər şəhidlərimizdə olduğu kimi bu gün də izdihamla qəhrəman şəhidimizin vida mərasiminə toplaşmışdır və məclisimiz davam etməkdədir. Nəzərinizə çatdırıram ki, rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun dövlət əhəmiyyətli tədbirdə iştirak etməsi ilə əlaqədar olaraq bugün bu tədbirdə iştirak edə bilmir və onun adından, bütün rayon ictimaiyyəti adından şəhidimizin valideyni Ramazan kişiyə və onun ailə üzvlərinə və digər şəhid ailələrinə dərin hüzünlə başsağlığı veririk. Allah Teala şəhidlərimizə qəni-qəni rəhmət eləsin deyirik. Nəzərinizə çatdırırıq ki, cənab başçımızın bir sözü var, deyir, axar su yatar, düşmən yatmaz. Biz bilməliyik ki, bizim düşmənimiz həmişə uzaqda deyil, qonşuluğumuzdadır. Bu səbəbdən də biz müzəffər olmalıyıq. Gənclərimiz həmişə Ali Baş Komandanımızın daxili və xarici siyasətini dəstəkləməlidir və istənilən anda hər bir Ağdamlı, balacadan böyüyə qədər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun bir əmrinə ayaq üstə İsmirnə dayanmalıdır. Bütün şəhid ailələrinin qarşısında baş əyirik. Allah Teala bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Şəhid ailələri bilsinlər ki, onların övladları şəhid olana qədər əgər bir ailənin övladı idisə, bir nəslin övladı idisə, onlar şəhid olduqdan sonra uca məqana uzalaraq bütün Azərbaycanın övladlarıdır. Allah Teala bir daha bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanını cənnət olaraq özləri qazanıbdır. Bir daha məkanları cənnət olsun. Allah Teala uca bayrağımızı həmişə dalğalandırsın. Ali Baş Komandanımız Cənab İlham Əliyevi qorusun. Biz də onun ətrafında sıx birləşək. Var olasınız. Yaşasın Azərbaycan. Bir daha şəhid ailələrinə, Ramazan kişi sizə və sizin xanımınıza dərin hüzünlə başsağlığı veririk. Sağ olun. Allahümme salli ala Muhammed ve Muhammed. Allahümme ehfiril mu'mine vel mu'minat vel müslim ve müslimat elhamdülillah vel amvat. Şəhidimiz Qurban Ramazan olsun misalında bütün şəhidlərimizə ruhu şad, Cay Muhammed ve al ve hürmetli suretiyle. Fatiha. Allahümme salli ala Muhammed ve Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah. Elhamdülillah. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallah. Allahu samed. Lem yulad ve lem yekun lehu kufuven. Allahümme salli ala Muhammed ve Muhammed. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qarabağ Azərbaycandır. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Başını dik tut, şehit atası. Başını dik tut, şehit atası.
Bayrağı çıxart tərəsi. Qardaşın anası gəlir. Neçə kilo bizdə belə yaradıldı. Amin. Esselamu aleyküm ya şühedâ-i vatan. Minel mu'minine vel mu'minat vel müslimine vel müslimat. Bihak Muhammedin ve aleyhil amcad. Ve bihak hürmetü suretil Fatiha ma'as salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahadallahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Allah şehidimiz Kurban Ramazanoğlu'na ve bütün şehitlerimize rahmetin nazil eylesin. Özü gel. Özü gel. Yaralı. Bayrak atlayın. Gel. Abi, kurban ama hazır dur. Yavaş. Ver. Ben de Bunları. En la ilahe illallah vahdehu la şerike lah ve enne Muhammeden abduhu ve resuluhu ve seyyidü nebine ve hatemül murseline ve enneliyen emirel mu'minine ve seyyidül vesiyyin ve nebik abrar ya kurban idin Ramazan İzâ tâkel melekân mugarreben resülen mi indillah tebarek ve teâlâ Amirel mu'minin Ali bin Ebi Talib'in imâmi Felesenim lil müstebey men seyynim le şehidi bi Kerbela ve netebarek dünya vel ahira Sünnâlem ya kurban ibn Ramazan hazel şehid İnnallâh tebâbine ey bin Ebi Talib'in ve evladan nasün eleymme de hadaşele nimeleymme وأنما جاء به محمد صلى الله عليه وآله وأن الموضى المؤمنين والمؤمنات والمسلمين والمسلمات بحق محمد وآله الأمجاد فبحق حرمة سورة الفاتحة الصلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد Allah şehidimize ve bütün şehitlerimize rahmet. Ay kardeşim niye bastılar sana kardeş? Niye bastılar kardeş? Niye bastılar kardeş? Senden doymamışım ay kardeş. Doymamışım sen ay kardeş. Ananı da yaz. Yarın. Ay Göstereyim aslında. Sen övladın bu bayrağın daimi dalgalanması için öz canını feda ediyor. Bu bayrağı, oğlum düşürdüğü bayrağı bu günleri öperek bize təqdim edəcək.
Allah Teala sizin evladınıza gani rahmet eylesin. Amin. Siz de 34 ildeki oğlumuzun ziyaret edecek bir mezarını gözlüyordunuz. Bəli. Bu günleri sizin için de artık bir təsdiqdir ki, gelip ziyaret edebilecek bir oğlumuzun mezarını burada görebileceksiniz. Allah Teala sizin oğlunuza gani rahmet eylesin. Allah rəhmət Ben arz edirəm ki, bu bayrağı o nesilde büyüyen bütün gençler gelecekte evinin divarının en yüksek hissesinde görerek bilsinler ki bu bayrak uğrunda onların əzizləri əziz canını şəhid edib öz canından keçibdir. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Allah rahmet eylesin. Allah rahmet eylesin. Amin ya Rabbil Alemin. Allahümme ekbiril mümine vel müminat vel müslümat eleyhemin hümmelan vat. Şəhidimiz Qurban Ramazanoğlu özünün və cəmi şəhidlərimizin, ruhu şad, Bicay Muhammed və Ali və bilmətul surət edir. Fatihə! Bismillahirrahmanirrahim. Elhamdülillahi alemin. Errahmanirrahim. Malik yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim ve lad-dâllîn. Bismillahirrahmanirrahim. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu şəhidlərimizin məqamı ucadır. Allah daha uca eləsin. Bugün müqəddəs Ramazan ayının ilk cüməsində şəhidimiz Qurban öz torpağını tapşırıldı. Allah rəhmət eləsin. Allah Teala her birinizden razı olsun. Allah Teala müqəddəs Ramazan ayı xatirinə, Ramazan ayında nazil olan Quran-ı Şərif xatirinə, Quran-ı Şərif nazil olan Həzrət Peyğəmbər xatirinə Allah Azərbaycanımızı qorusun. Amin. Allah Cənab Prezidentimizi qorusun. Allah ordumuzu qorusun. Bugün ordumuz Qarabağda deyil, Zəngəzurun dağlarındadır. Allah onları qorusun. Allah onları var eləsin. Allah Teala həmişə Azərbaycanımızı güclü qüdrətli eləsin. Belə mehriban eləsin. Və bu şəriflərimizin xatirəsini həmişə biz anırıq, anacağıq da nə qədər Azərbaycan var, əbədiken var və şəhidlərimizə bu həmişə anılacaqdır. Allah bütün şəhidlərimizə qəni rəhmət eləsin. Allah ağamızın canı sağ olasın, ömrünüz olsun. Şəhidlərimizə gəriq rəhmət versin, cənnət əta etsin. Allah Teala qazilərimizə, döyüşçülərimizə, Ali Başkomandanlara xoş günlər, güzələn nəsib etsin. Allah xalqımızı qorusun. Buradan hər birinizi məclisin davamı olaraq Cənab başı tərəfdə şəhidlər evi mərasimcanına dəvət edirik. Allah Teala hər birinizdən razı olsun. Allah bir daha xalqımızı Xocalı faciə ilə, Bərdə, Gəncə terror kimi terrorla və bu şəhidlərimizin yaxınları, əzizlərin göz yaşları kimi göz yaşlarını imtihana çəkməsin. Allah xalqımızı, millətimizi Ramazan ayına xatir xoş günlərdə yaşasın. Amin, amin ya Rabbəl alemin. Allahümme akfirlil mu'minine vel mu'minat vel müslimine vel müslimat. Bihakkı Muhammedin ve alihi lamzat ve bihakkı hürmetü suret. Fatiha ma'as salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Subhanallah. Allah rəhmət eylesin. Birdəki şəhidə layiq hörmətlə, izzətlə gətirib şəhidlər qəbrinə torpaq tapşırır. Hamımıza minnətlər. Allah razı olsun. Allah sevsin. Sen oğluna bütün şehitlere rahmet eylesin. Amin. Bak gel. Kadınlar ziyaret et. Kişiler seçilsin, kadınlar gelsin. Ayol. 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 Canım kurban, bakışına kurban olma ay kardeş. Gözlerine kurban olma ay kardeş. Sana canım kurban ay kardeş. Kurban ay kardeş. Ne bağladın ay kardeş. Canım günler kalbiden ay kardeş. Yaralı yeri senden olma ay kardeş. Gözüne kurban olma ay kardeş. Ay kardeş, bana ben senden canım ay kardeş.
Yeter.